Bakının Nəsimi rayonunda ambarda güclü yanğın olub. Yanğın səbəbi ilə nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Hadisə zamanı obyekt sahiblərinə ciddi ziyan deyib. Bəs yanğına səbəb nə olub? Hadisə yerindən əməkdaşımız Rəşad Vəkiloğlu'nun sujeti var. Bərabər izləyək. Mənim həyatım orada qalıb. Ambar zənginə alan güclü yanğın. Yanğını qarşısını almağa çalışan yanğın söndürənlər və ümidsiz halda obyektinin yanmasını izləyən sahibkar. Görüntülər Nəsimi rayonu Nizami küçəsində baş verən yanğın yerindəndir. Yanğın baş verən ambarda kompüter və digər texnoloji avadanlıqlar, qida məhsulları və o cümlədən də havalandırma sistemləri olub. Yanğın elektron avadanlıqların cəmləndiyi ambarda baş verib. Hazırda yanğının məhdudlaşdırılması və mühafizə olunması üçün əraziyə ona yaxın Fövqəladə Hallar Nazirliyinin yanğın söndürəni və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının demək olar ki, əhatəsi genişlənir, ancaq buna baxmayaraq məhdudlaşdırılması istiqamətində işlər həyata keçirilir. Yanğın tez bir zamanda genişləndiyi üçün yanğın söndürənlər hadisə yerinə gələnə kimi hər üç hissədə xeyli sayda məhsullar yanaraq yararsız vəziyyətə düşüb. Baxa bildiniz kompüterlərlə? Olanı budur. Nə qədər içəridə kompüter qaldı? 100 burada bunu. Çıxara bildiniz sərdən nəysə? Nə çıxartmaq? Yox, heç kim yox idi. Yox, bizdə qidadır, biz qida məhsullarımız məşğuluq. Amma qonşularda yenidən ki, kompüterdir, o birislər dəmirlə işləyirlər. Təxminən 2 saat davam edən yanğın nəticəsində ümumi sahəsi 2400 kvadrat metr olan elektronika və digər malların saxlandığı ambarın 360 kvadrat metr sahəsi yanıb. O qonşularda deyirlər, zamykaniya olub, yoxsa nəsə olub. Ambarın böyük hissəsi yanğından mühafizə olunub və yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinin qarşısı alınıb. Binada baş vermiş yanğın zamanı yaxınlıqda olan çoxmənzilli yaşayış binasında insanların təhlükəsizliyini təmin etmək üçün təxliyə işləri həyata keçirilmiş. Ambardakı malların demək olar ki, müəyyən bir hissəsi alova o da məruz qalıbdır, amma böyük bir hissəsi mühafizə olunubdur. Ambarda baş vermiş yanğının dəqiq səbəbləri hələlik məlum deyil. Bəs yanğın hadisəsində böyük məbləğdə ziyan görmüş sahibkarların məhsullarının və obyektlərin necə sığortası olub? Malınız vardı içəridə? Çox. Çox, bilmirəm, amma çox. Ortanız var idi, xan? O yoldaşı ondan məşğul. Hazırda sözcüdən ambarda qeydə alınmış yanğının dəqiq baş vermə səbəblərini Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri və polis araşdırır. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.